sükutla şəhidlərimizi yad eləyək, sonra rəsmi hissəmizə başlayaq. Həmkarlarımız, dəyərli qardaşlar, biz şəhidləri yad edərkən buradan başlamasaq olmaz. Biz öncə kimik, niyə burada rahat oturmuşuq? Bu ölkənin firavanlığını, azadlığını kimlərə borçluyuq? Bunlar haqqında düzdür, danışmaqla bitməz, amma qısa bir giriş eləməmək haqqımız deyil, mənəvi haqqımız deyil. Bu ölkənin azadlığı, firavanlığı, bugünkü bütöv Azərbaycanın var olması və dünya tarixinin nadir hadisələrindən olan, nadir tarixlərdən olan və son 300 ildə Azərbaycana bəlkəsiz yaşanan torpaqların işğaldan azad olunması bizə qismət olur. Burada Allah şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə can sağlığı versin. Mən hər zaman deyirəm ki, onların yaralarından ötürər. Onlar canlı şəhidlərdir. Və Allah Ali Başkomandanımızı qorusun. Bunu tam fəxrlə deyirəm. Bugün ölkəmizin coğrafi ərazi olaraq, əhali sayı olaraq kiçik, amma reyting olaraq, tanınma və beynəlxalq aləmdəki nüfuz olaraq çox böyük olan bir Azərbaycanımız və Azərbaycanımızın bir lideri var. Mən şəxsim adına fəxr edirəm. Bəlkə mənə ona görə 2 qat doğmadır ki, mənim Kəlbəcərim Qarabağım azad olub. Bəlkə mən məcburi köçkünəm, o Qarabağdanam ona görədir. Amma düşünürəm ki, hər kəs bu duyğuları yaşayır. Allah şəhidlərimizə rəhmət eləsin. Amma bunu deyib keçmək, bunu hiss eləmək lazımdır. Allah şəhidlərimizə rəhmət eləsin dediyimiz zaman hər kəs öz övladını, öz qardaşını, öz doğmasını gözünün qabağına gətirməlidir. Çünki doğrudan da o parçalanır insan, o şəhidlərin qanı o torpaqları bizə nəsib edir. Zaman keçdikcə yeni nəsillərə, siz müəllimlər olaraq, bizlər hər birimiz olaraq bunu aşılamalı, bunu tarixə yazdırmalıyıq. Bir ailənin bir övladı, bir ailənin 2 övladı və bundan sonra geridə qalan övladı olmayan onlarla, yüzlərlə ailələr övladsız vətən uğrunda övladlarını qurban verdilər. Ki, vətən buna görə vətən olur. Biz də şükür Allaha ki, belə bir torpaqda yaşayırıq. Çox təəssüf ki, coğrafi ərazi olaraq ətrafımızda bizi sevməyən ölkələr var, ad çəkməyəcəm, bilirsiniz. Amma bizim dəyanətimiz, bizim mətanətimiz, xalqın ordu ilə və dövlət başçısı ilə bir vəhdət halında birləşməsi bizi bir çox uğurlara apardı. O cümlədən də bütöv Azərbaycanın var olmasına gətirdi, çıxartdı. Mən buradan sizlər adına, şəxsim adına Cənab Prezidentə təşəkkür edirəm. Doğrudan çox sağ olsun, bunu çox səmimi deyirəm, çox can könüldən deyirəm və bir ömürdə minnətdar olacağım. Buradan şəhid ailələrinə bir ömür səbir diləyirəm və onlar nə qədər qüssəlidir, kədərlidir, eyni zamanda da o qədər fəxridir. O qədər fəxridir, bir şəhid ailəsi olmaq, bir şəhid atası, anası, qardaşı olmaq qürurdur. Ən ali mərtəbədir. Görüşməyə, həqiqətən Sabunçu rayonu demək olar ki, böyük bir rayondur. İnşallah Maştağa qrupu da sizlərə qoşulacaq, bu yaxın əlaqələr quracaq. Və bizim Xalq mənim qeyd etdiyi kimi bizim niyyətimiz nədir? Xalqımıza, dövlətimizə, möhtərəm prezidentin bizim qarşımıza qoyduğu ictimai nəzarəti gücləndirin, yavaş gedir bu proseslər və o çağırışa əsasən biz deyirik. İnşallah ki, sizin kimi ziyalı insanlarla, sizin kimi değerli insanlarla bu teşkilatı yakın zamanlarda biz ali organlarda möhtərəm prezidentin diqqəti, nəzərinə çatacaq səviyyədə işlərimizi sənəd üzərindən uyğun işlərdə irəli aparacağıq. Hər birinizlə fəxr edirəm, mənim dəyərli bacılarım, qazilərdən buradan Ətaət bəy də var. Biz vətənimizə Quran altından geçerek ve vətənimiz üçün analarımızın, bacılarımızın geleceğin üçün
şəhid də oldu, qazi də oldu, veteran da oldu. Bugünkü gündə sizlərlə fəxr edirəm ki, və sizlərlə qürur duyuram ki, bir təşkilatda çalışırıq. Teşekkür ederim. Siz sağ olun, siz sağ olun. İnkişafa Dəstək 2023 İctimai Nəzarət Cəmiyyətinin təşkilati məsələlər üzrə, maliyyə məsələləri üzrə idarə heyətinin üzvü, eləcə də Abşeron rayon cəmiyyətinin sədri Gülnar Məmmədli. Mən bugün təşəkkürümü bildirirəm Sevinç xanıma ki, belə gözəl bir təşəbbüsü irəli sürüb, hamını bir araya gətirib, belə gözəl bir məkanda və belə bir yandan sizlərin gözəlliyi, bir yandan sözlərin gözəlliyi, danışıqlar. Təşəkkürümü bildirirəm bugünkü günə görə sizə. Artıq demək olar ki, həm sədrimiz Xalid müəllim, həm təsisçimiz Sultan müəllim bizim cəmiyyətimizin haqqında lazım qədər, yetərincə öz məlumatlarını verdilər. Yəni, vaxtımız var, dardır, azdır. Mən hər birinizə təşəkkürümü bildirirəm və burada bizim yeni üzvlərimiz var. Mən özüm də bu cəmiyyətdə birinci aydır artıq ki, fəaliyyət göstərirəm. Düzdür, fəaliyyətim bu cəmiyyətdə 6 ildə yaxındır, amma bu sizin cəmiyyətdə bir aydır mən fəaliyyət göstərirəm. Özüm də yeniyəm və burada da yeni üzvlərimiz var. Mən elə arzu edərdim ki, bu yeni üzvlərimiz də yeni olduqlarına görə burada lazımi suallarını versinlər, bilmədiklərini. Burada bizim rəhbərlik var, onlar da o suallara cavablarını versinlər. Məncə belə daha yaxşı olar və özlərini təqdim edəsinlər bizim xanımlarımız, yeni üzvlərimiz. Ki, bəli, bu tanışlıqdır, mən deyirəm, bu tanışlıqdır hələ. Əsl işlərimiz bizim qabaqdadır, əsl uğurlar qabaqdadır, fəaliyyətimiz gözəl, uğurlu, nəticəli işlər görməyimiz bizim qabaqdadır. Mən çox xahiş edirdim, bizim yeni üzvlərimiz özlərini təqdim eləsinlər. Ən asıl budur. Sağ olun, təşəkkür ederim. Mən Edilova Arzu, İnkişafa Dəstək 2023 İctimai Nəzarət Cəmiyyətinin İdarə Heyətinin intizam qaydaları üzrə üzvüyəm və Xətai rayon təşkilatının sədriyəm. Mənə çox xoşdur ki, bu təşkilatda artıq mən fəaliyyət göstərirəm. Ümumiyyətlə, fəaliyyət göstərdiyimiz təşkilatlarda hər zaman xalqımıza xidmət etməyə çalışmışıq və sağ olsun sədrimiz Xalid müəllim və eləcə də təsisçimiz Surxay müəllim, yəni bizim görüb və görəcək işlərimizdən bəhs etdilər, sağ olsunlar. Və eləcə də bizim üzvlərimiz və bu təşkil eləyən belə bir tədbiri Sevinç xanıma təşəkkürümüzü bildiririk, Sabunçu rayonun sədri. Əlbəttə ki, yeni gələn üzvlərimizə də xoş gəlmisiniz deyirik. Onların fəaliyyəti inanıram ki, yüksək olacaq. Xalqımızda onlar da öz xidmətlərini əsirgəməyəcəklər. Burada bizim müharibə veteranlarımız və qazilərimiz iştirak eləyir. Allah onlara can sağlığı versin. Doğrudan da onlar ən çətin yolu keçiblər. Onlar xalqa demək olar ki, öz xidmətlərini, tövbələrini veriblər. Amma yenə də onlar çalışırlar bu yolda. Davam etdirirlər öz xidmətlərini. Onlara çox təşəkkür edirik və inanırıq ki, biz birlikdə güclüyük və birlikdə olacağıq, birlikdə də addım atacağıq. Hər birinizə təşəkkür edirik. YouTube kanalımız bir ay açsın. Deməli, bunların vasitəsilə, yadınıza gəlir, əvvəl sizə göstərəndə 500 idi. İndi 2,2, yəni 2000-dən yuxarıdır. Sadəcə olaraq bunlar indi baxışlarına gəlir. Yəni şükür Allah, bizim təşkilatı, cəmiyyətimizi tanıyırlar. Mən hər birinizdən də xahiş edirəm ki, hər hansı bir çəkilişlərdə olanda, yəni bir çəkilişlərimiz çox həssas bir işdir.
bacardığınız qədər mənbəyi, faktı, yəni mənbəyi olmayan hər hansı bir məlumatı yönləndirməyin. Əgər hansısa bir hadisənin, hansısa bir iştirakçı olduğunuz bir tədbiri çəkirsə, yəni tədbir hadisələr çəkəndə mütləq şəkildə o mənbənin olduğu məkan və onlar ətraflı məlumat verirlər. Düzdür, müəyyən hallarda görürsən ki, indi deyirlər və Elşən müəllim mətbuatda çox sərtdir, yəni müəyyən qədər qadağanlar qoyur. Bu vacibdir. Nəyə görə ki, əgər mətbuatda senzura olmasa, nəzarət olmasa, hər kəs necə gəldi paylaşsa, bu bizim cəmiyyətimizin demək olar ki, imicinin düşməsinə səbəb olacaq. Mütləq şəkildə əgər hansısa bir təşkilatın mətbuat katibi yoxdursa, mən həmin o təşkilatın sədrlərini mətbuat qrupuna yönləndirmişəm ki, onlar üzvlərin çəkdiyi şəkil videoları həmin mətbuat qrupuna yönləndirsin və mətbuat qrupunda da baxışdan keçiriləndən sonra əgər orada nəsə müəmmalı bir məsələ varsa, mən onu yönləndirəm idarə heyətinə, orada müzakirələr gedir. Məsələn, əgər idarə heyətin icrası icazə versəm, məlumat qrupunda paylaşıram. Yox, bir mətbuat katibi kimi mən baxıram ki, orada bizim cəmiyyətimizə hər hansı bir mənfi, yəni mane olacaq bir şey yoxdursa, mən özüm məlumat qrupunda paylaşıram. Və bir daha hər birinizdən çox xahiş edirəm ki, mətbuatda çalışın, öz köməyinizə əsirgəməyin, bacardığınız qədər üzvlərinizlə də mərkəzlə söhbət edin. Yəni, bax, yenə də deyirəm, bəyənirlər, üzv olurlar, amma gizlədirlər. Yəni, bu da başa düşüləsin. Onlara da demək lazım ki, başa çalmaq lazım ki, özlərini gizlətməyinə lazımdır. Mən admin kimi görürəm o insanların adlarını. Bunu gizlətməyinə ehtiyac yox. Yəni, tam ürəyinə. Əgər bizim cəmiyyətimizə inamı varsa, orada onu gizlənməyə, yəni özünü anonim kimi eləməkdir. Yəni, heç kim başqaları görməsin deyə özünü gizlətməyin heç bir mənası yoxdur. Və bacardıqca paylaşımları nə qədər çox etsələr, bizi daha çox tanıyadırlar. Çünki mətbuat özü də bir silahdır. Onun müsbət bir silah kimi. Yəni, başqalarını şantaj eləmək kimi yox, yəni öz işimizi, xeyirxah işlərimizi yaymaq kimi istifadə eləməliyik. Və hər birinizdən də çox xahiş edirəm, bu mətbuatda da öz köməyinizi əsirgəməyin. Bacardığınız qədər paylaşmayın. Çox sağ olun. Bir daha hər birinizi təbrik edirəm. Sağ olun. Teşekkür ederiz.